Mən indi nəyə müşahidə edirəm? Çünki mən o prosesi izləyirəm. Televiziyaların bir konsepsiyası yoxdur. İndi onlar oturublar. Doğru, təəssüf ki, oturublar, qalıblar belə ki, biz indi efiri necə dolduracağıq? Yəni nə edəcəyik? onlar efiri doldurmaqla yanaşı həm də necə pul qazanacağıq fikirləşirlər ki, Yəni biz necə pul qazanacağıq ki, kanalı saxlaya bilək. Yəni bilirsiniz necə? Pula hamımızın ehtiyacı var. Amma mən düşünürəm ki, baxın, mənim milyardım var, amma əmin-amanlığım yoxdur. Mən yaxın şərqdə uzun müddət olmuşam da və o prosesləri izləmişəm. Mən bunu dönə-dönə deyirəm. Suriyada nə baş verib, mən onu görmüşəm. İraqda nə baş verib, nə. Yəni təbii ki, Azərbaycan dövləti, hüquq mühafizə orqanları güclüdür. Biz heç bir ölkə ilə müqayisə oluna bilmərik. Amma biz indidən lazımi, zəruri tədbirləri almasaq, biz heç nə idarə edə bilməyəcəyik. Nə sosial medianı idarə edə biləcəyik, nə YouTube-u idarə edə biləcəyik. Yəni, indiki dövr o qədər mürəkkəb bir dövrdür ki, bax ki, illər öncə sənin televiziyaya baxmaqdan başqa şansın yox idi. İndi heç alternativlər çoxdur. Yəni, TikTok var, Facebook var, YouTube var. Və millətin də ki, kimin əlində telefon var, onu özü bitirir. Gələn və millətin də bir hissəsinin ki, tərbiyəsi pozulub və artıq qara güruh kütləyə çevrilib. Onlar ona yönəlibdir. Yəni, cəmiyyətdə mən ona görə deyirəm, adam işləmək istəmir. Adam istəyir ki, asan yolla pul qazansın. Adam torpağı əkmək istəmir. İndi yenə də deyirəm, biz də bu millətdənik. Biz kimisə aşağılamırıq, amma bu bizi narahat etməlidir. Bu mənim milyardım ola bilər. Amma mənim əmin-amanlığım yoxdursa, sabitliyim yoxdursa, yəni biz indi İrandan danışırıq. Əslində İran xalqı böyük bir ləyaqət nümayiş etdirir. Hakimiyyətin, dövlətin ətrafında sıx birləşib. Nə qədər çətin olsa da. Yəni bu xalqla da biz elə bir iş aparmalıyıq ki, mən görürəm, insanların beyni çox qarışıqdır. İnsanların bir xeyli hissəsi yanlış yola düşüb, ciddi bir formada qara güruh kütləyə yetişir. Yəni, elmli, savadlı, bilikli insanı idarə etmək olur. Amma bu cahil kütləni idarə etmək olmayacaq. Bu adamlara o qədər yanlış təbliğat aparıblar ki, bunları yanlışlara inandıra biliblər. Bunların beyninə yanlışları yeridə biliblər. Ona görə də nə qədər ki, gec deyil, biz bu düşüncələri müalicə etməliyik. Bu düşüncələrin ciddi bir formada qarşısını almalıyıq. Əks halda çətin olacaq. Yəni, mən şəxsən dönə-dönə deyirəm. Mən dövlətimin, xalqımın, millətimin, prezidentimi çox sevirəm. Amma mən bir neçə ildən sonraki proseslərini düşünəndə çox narahatım. Biz indidən preventiv, indidən ciddi addımlar atmasaq, biz qarşıdakı dövrdə çox çətin bir günləri yaşaya bilərik. Ona görə də həm cəmiyyət olaraq, həm dövlət olaraq çox ciddi səyləri və çabaları ortaya qoymalıyıq ki, əlimizdə etdiyimiz bu nailiyyətləri qoruya bilək. Ermənistan bugün biz güclüyük deyin, bizlə hesablaşır. Bəli, məcburdur. Ermənistan gələcəkdə yenə baş qaldıracaq. Doğru. Biz o əraziləri tikib ermənilər üçün qurmuruq. Biz o əraziləri özümüz üçün tikirik. Qarantiya yoxdur. Onlar tarixən belə olublar. Biz bunu xalq olaraq dərk etməliyik. Biz bunu anlamalıyıq. Mən düşünürəm ki, indiki məsuliyyət Azərbaycan dövləti üçün, Azərbaycan cəmiyyəti üçün ən məsuliyyətli, ən ağır dövrlərdən biridir. Yəni, dünyamız üçün belədir. Amma bizim üçün də çox ağrılıdır və çox həssas bir dönəmdir. Yəni, biraz cəmiyyətdə olan arxayınlıq məni narahat edir. Biraz cəmiyyətdə olan əylənciyə, gəzməyə, kefə olan... Çünki bu dəbdir də, hamı ancaq gəzmək barədə düşünür. Məsələn, indi artıq lazımdır istirahət. Amma bizə savadlı, bilikli mütəxəssislər lazımdır. Bizə güclü milli mənəvi dəyərlərə məxsus gənclik lazımdır. Universitetlərimizdə güclü iş getməlidir. Məktəblərimizdə güclü iş getməlidir. Bugün ciddi bir formada bizim vətəndaşlarımızın beyinlərinin oğurlanması prosesi gedir.
bizə düşmən etdirilməsi prosesi gedir. Yaşadığı xoşbəxtliyi dərk etməmək prosesi həyata keçirilir. Sanki onlar bədbəxtlər, bir fikir onlarda formalaşdırılmağa çalışır. Biz bu proseslərin qabağını ciddi bir formada indidən almalıyıq. Almasaq, yenə deyirəm, gələcək çox çətin olacaq.